Gədəbəy rayon icra hakimiyyətinin memarı Əlövsət Bayramov vəzifəsindən sui-istifadə edərək Gədəbəydə Başkənd gölünün ərazisində özü üçün restoran tikdirib. O, restorana qanunsuz olaraq qaz xətti də çəkdirib. Gədəbəy rayonu Aytala kənd sakini Lalə Sultanova bu barədə video paylaşıb. Onun sözlərinə görə icra hakimiyyətinin başçısı Orxan Mürsəlovun tapşırığı ilə afrem tipli evi məhkəmə qərarı olmadan sökülüb. Deyirlər ki, söküntüdə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak edib. Amma mənim əlimdə araç var ki, orada bir nəfər də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmayıb. Heç bir tikinti də aparılmayıb. Modul tipli ev idi, o da boruların üzərinə yerləşdirilmişdi. Əlövsət Bayramov bu qanunsuz əməldə şəxsən iştirak edib. İndi isə məni görüb qaçdı. Ona görə ki, restoranın ona aid olduğunu gizlətmək istəyir. Lalə Sultanova icra hakimiyyətinin memarı Əlövsət Bayramovun ondan qaçdığı videonu da sosial mediada paylaşıb.